Deməli əziz və hörmətli izləyicilər, hörmətli Mərkəzi Rayon Regional Təşkilatının üzvləri, hörmətli sədrlərimiz, mən hal-hazırda Aran-1 qəsəbəsindəyəm. Gördüyünüz Aran 2-dən Aran-1-ə gələn avtobus yolu bərbad vəziyyətdədir. Hal-hazırda görürsünüz, bax çəkirəm bu yolu. Hər kəs narazılıq eləyir. Ölürlər ölür, rəhmətə gedənlər olur. Cənazə maşına qoyulanda yəni məzarlığa 2 kilometr məsafəni rahat şəkildə gedib çıxa bilmir. Deməli, bu yolun bərbad vəziyyətdə olması hər kəsi, bütün vətəndaşları, sürücülərimizi incidir. Bax, görürsünüz, sağa, sola, bu boyda asfaltda məcburiyyət şəklində qalırlar. Maşınlar sağa, sola çəkmək məcburiyyətində qalırlar maşını. Çox pis bərbad vəziyyətdədir bu yollar. Mən də bir Azərbaycan Respublikası Mərkəzi Aran Regional Yollar Təşkilatının bir üzvü olaraq, bir nümayəndəsi olaraq mən də istədim ki, bu barədə ictimai birliyimizə məlumat verim. Aidiyyəti qurumlardan xahiş eləyirəm ki, biz də xalqımızı, vətənimizi sevən insanlarıq. Nə olsun ki, hər kəs bir-birindən uzaq gəzir, bir-birindən soyuq gəzir. Əgər bu işdə bizim bir əlimiz girən yer varsa, nə bilim, gücümüz satan nəysə varsa, xahiş edirəm ki, bu barədə bir tədbir görülsün. Bax, görürsünüz, bu yollar çox bərbad vəziyyətdədir. Həqiqətən bərbad vəziyyətdədir. Tez-tez maşınlar dağılır, kasıb taksilərimiz var. Sürh elə çalalara qırıqlanır. Günə 2 manada, 3 manada taksili eləyən adamlardılar. Mən demirəm canı yanan çıxmışam. Mən prosto sadəcə bir Azərbaycan vətəndaşı olaraq canı yananlıq edərək, yəni deyirəm, əgər bizim səlahiyyətlərimizdə belə bir işlər varsa, nəysə edə biləriksə, gözəl olardı. Yəni, mən bu çəkilişi aparıram ki, hörmətli izləyicilərimiz, nə bilim, bir kömək kimi, ondan sonra bir vətənpərvər insan kimi gücüm çatan bunu eləyirəm ki, hörmətli sədrlərimiz, hörmətli məlumat mərkəzimiz bu barədə bir işlandırma aparsaydı, yaxşı olardı. Yəni, bu bir xahişdir. Yəni, mən vətənimiz, qəsəbəmiz, kəndimiz, cəmaatımız üçün bunu bu xahişi eləyirəm. Kim nə cür başa düşər, kim yaxşı tərəfini götürər, kim pis tərəfini götürər, Allah uzun ömür can sağlığı versin, o onların öz işidir. Mən öz vətənpərvərliyimi, öz borcumu yerinə yetirirəm ki, bu yolların düzəlməsində ictimai birliyimizin köməkliyi, dəyişəydi, yaxşı olardı. Allah hər birinizə uzun ömür, can sağlığı versin. Hörmətlə Mərkəzi Aran Regional Yollar Təşkilatının üzvü Məhəbbət Bayramov. Hələ ki, məndən bu qədər. Hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Var olasınız.